Azerbaycan'daki maceralarımız bir anlamda diyelim devam ediyor. Karavan Sanat, Özbekistan, Kazakistan, daha sonra Azerbaycan'da, Kırgızistan'dan sonra Azerbaycan'da. Tabii biz Azerbaycan'ı normalde şehir olarak da size gösteriyoruz ama çok az. Neden az? Çünkü bunu internette görebilirsiniz. Benim amacım Azerbaycan edebiyatında söz sahibi olan, gerek yerel, gerek tanınmış, gerek edebiyatın içerisinde matbaadır, neşriyattır, yayın evleridir, bütün bu kolektif çalışmaları size tanıtmak. Tabii şehirde gezdiriyorum ama bugün artık elimizde internet var. Bununla her şeyi rahatlıkla görebiliyorsunuz. Cadde, sokak bile gezebiliyorsunuz. Benim anlatım tarzım farklı biliyorsunuz. Ben mümkün olduğu kadar insan üzerinden hareket etmeye çalışıyorum. Evet, şehirleri de geziyoruz beraber. Tanıtabildiğimiz kadar biz de tanıtıyoruz kendi üslubumuzda. Ama bizim asıl amaçlarımızdan en önemlileri köprüleri pekiştirmek. Yani yazarlar dünyasında, şairler dünyasında, sanatçılar dünyasında, müzisyenler dünyasında bir köprü vazifesi görmek. Bunu da şu ana kadar yaptığımızı düşünüyorum. Şimdi Şahborov Arif kardeşimizle, Akif kardeşimizle birlikteyiz. Kendisi neşriyatçı, yani yayın evi sahibi, kökenli matbaacı. Tabii bu matbaa ve neşriyat birbirini tamamlayan şeyler. Dolayısıyla biz Şahborov kardeşimize hoş geldiniz diyoruz. Nasılsınız? Şükürler olsun Allah'a. Hoş bulduk sizlere de. İyisiniz. Çok sevindik. Şimdi matbaacılığa ne zaman başladınız? Biz takriben matbaasına 20 yıl bundan evvel başladık ilk olarak. Ve bugün de devam edirik. Birçok layihələrimiz var. O layihələrdən də biri məktəblərə dəstək layihəsidir. Orada okullarda, yəni məktəblərdə müəllimlərlə beraber çalışırıq ve bugün de devam edirik. Ne gibi mekteplerde uşaklara, öğrencilere ne eserler hazırlıyorsunuz, neler yapıyorsunuz? Biz körpü nəşriyyatı olaraq məktəbliyə dəstək layihəsində məktəblilərə əlavə vəsait hazırlayırıq. O riyaziyyatdan, Azərbaycan dilindən və s. Və dərsdən əlavə okul olaraq, dərsdən əlavə məktəblilərə öyrədilməsi, onların bu vəsaitlərdən istifadə olması məktəbləri daha da qabağa getməsi, onların daha da yaxşı çalışması üçün, oxuyulması üçün, daha yaxşı yetişməsi üçün bir şərait yaradır və bunun üzərində çalışır. Evet, çok güzel. Eğitim öğretimin içinde yani kısacası. Bir anlamda tam karşılamasa bile kaynak kitaplar olarak düşünebilirsiniz bunlar değerli izleyiciler. Şimdi siz aynı zamanda belediye meclis üyesiniz. O çalışmaları yapıyorsunuz. Şehirle ilgili de çalışmalar yapıyorsunuz. Bu şehirlerde yani Sumgayit'la ilgili neler yapıyorsunuz, neler çalışmalarınız neler? Hazırda bizim çalışmalarımız sosyal yönlü ve bir de belediye məsələlərinin yaradılmasıyla bağlıdır. Sumqayıtların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox işlər görülür. Eyni zamanda vergilərin yığılması, büdcənin təmin olunması, bu kimi işlər hal-hazırda bələdiyyədə görülür və Sumqayıt Bələdiyyəsi bu yöndə şəhərdə böyük bir töhfə verir, böyük işlər görür. Şimdi belediyecilikte çocuklara bilhassa yani insana yönelik, özellikle de çocuklara yönelik
neler yapılması gerekiyor ve Sumqayıt Belediyesi bunları yapıyor mu? Sumqayıt Belediyesi bu yaxınlarda məktəblərdə görüşlər keçirdi. Sonra dəfələrlə biz şəhid ailələrinin uşaqları ilə, çocukları ilə görüşlər keçirmişik. Qüsurlu olan uşaqlarla, Qırmızı Aypar Xətt Cəmiyyətinin xətti ilə biz bu kimi tədbirləri daim olaraq həyata keçiririk. Onlara dəstək oluruq, kömək oluruq bələdiyyə olaraq. Və bu yolda işlərimiz davam etdirilir. Yani böyle şunu da sormak istiyorum aslında. Çocuklara yönelik işte parklar, oyun alanları, kültür merkezleri, sanat galerileri Evet. bu anlamda neler yapılabilir? Bugün sərgilər keçirilir, uşaqlar üçün oyun meydançaları, məhəllələrdə uşaqların oyun meydançaları təşkil olunur. Bələdiyyə parkında uşaqlar üçün atraksionlar, uşaqların oyun zalları, oyun yerləri düzəldilir. Bax bu kimi bayram tədbirlərində uşaqlar üçün tədbirlər keçirilir, onlar üçün şərait yaradılır, yolkalar bəzədilir. Bu kimi tədbirləri daim həyata keçirilir. Çok güzel. Çocuk sanat evleri var mı Sumqayıt'ta? Bəli, Sanat için. Mesela resim, biz kurs deriz. o kurslar var, bəli. Bugün kurslar var, amma bələdiyyə yaxın zamanlarda özü bələdiyyə kursları açmaq istəyir. İmtiyazlı olan ailələrin, uşaqlarına, çocuklarına. Amma hal-hazırda Sumqayıtda bir çox kurslar var, özəl və dövlət olaraq. Uşaqların rəsm qaleriyasında çalışması, rəsmin yiyələnməsi və bir çox sahələrə yiyələnmək üçün uşaqlar üçün şəraitlər var və okullar var. Müzik kursları var mesela işte saz öğrenme, gitar öğrenme, Bəli, var. keman. Bunların hamısı var. Nasıl çocuklar çok talep ediyor mu? Aileler ilgili mi? Ailələr bugün uşaqlar üçün əlavə sağlıqları üçün, onların ruhlarının sakitləşməsi üçün, belə deyək, yaxşı bir çocuk kimi yetişməsi üçün o kurslara aparır, musiqiyə yiyələnməsi üçün, bu uşağın gələcəyi üçün, idman zallarına, bu kimi yerlərə əlavə olaraq valideynlər hər zaman uşaqlarını elə bir kurslara, elə bir yerlərə aparır. Evet, çok güzel. Şimdi siz neşriyatçı olduğunuz için kitaplar basıyorsunuz, neşrediyorsunuz, yayınlıyorsunuz. Dolayısıyla sizin bulunduğunuz konum Azerbaycan'ın genelini de aşağı yukarı böyle bilgi sahibi olma yolunu seçtiğinizi gösteriyor. Şimdi Azerbaycan edebiyatıyla ilgili düşünceleriniz nelerdir? Bizim ədəbiyyatımız tarixən Azərbaycan xalqı olaraq biz qədim dövlətçilik ənənələri olan qədim bir xalqıq. Bizim 5000 illik tariximiz var. Bu tarixi dönəmdə biz dilimizi qoruyub saxlaya bilmişik. Və bildiyiniz kimi orta əsrlərdən bu yana Əhəmilər İran imperiyası işğal altında uzun müddət olmuşuq. Sonra Makedoniyalı İskəndərin güclərinə məruz qalmışıq. Sasani İran imperiyasının zülmündə olmuşuq. Sonralar Ərəb xilafətinin işğalında olmuşuq. Rus imperiyasının. Deməli, bu imperiyalar hər dəfə özlüyündə İran mənşəli, Ərəb mənşəli, Rus mənşəli və erməni kökənli insanları zaman-zaman bizim torpaqlarımıza köçürürlər. Bu imperiyaların tərkibində olmağımıza baxmayaraq, bu qədər insanların bura köçməsinə baxmayaraq, onlar bizim mədəniyyətimizi, ədəbiyyatımızı, dilimizi əlimizdən ala bilmədilər, qoruyub bunları saxlaya bildik. Bunun da bir səbəb. Səbəb onda görürəm ki, bizim türk dilli xalqlarımız, türk dilli dövlətlərimiz. Və bu türk dilli dövlətlərlə əlaqələr, ünsiyyət imkan verməyib ki, biz dilimizi unudaq. Və
Belə bir deyim var. Bir yumuşaq olarsan, əylərsən, əzilərsən. Sərt olarsan, qırılarsan. Orta əsrlərdən bu yana bizim klassik ədəbiyyatımızın nümayəndələri Məsəti Gəncəvi, Xəqani, Şirvani, Nizami Gəncəvi, Füzuli. Son zamanlar Mirzə Ələkbər Sabir, götürsək son ədəbiyyatımız klassiklərimizdir. Mirzə Cəlil. Bunların hamısı Nəsimi, bunların hamısı ən çox da 20-ci əsrdə, Stalinizm dövründə, Rus imperiyası, Sovet dönəmində bizim ziyalılar, bizim yazarlar demək olar ki, repressiya məruz qaldılar. Onların bir çoxu tutuldu, sürgün olundu, hətta hökm oxundu, öldürüldü. Bu kimi işgəncələrə məruz qaldılar. Stalinizm dövründə təkcə 57-dən yuxarı ziyalımız Sovet quruluşuna, Komünist Partiyasına qarşı çıxa biləcək gücdə olan ziyalılarımızı məhv etdilər. Onlardan Mikaymış, Hüseyin Cavit göstərilirlər və s. Amma buna baxmayaraq bizim bayaq dediyim kimi 11-ci, 20-ci əsrlərdə bütün yazarlarımız ərəb qrafikalı fars əlifbasından istifadə edirlər. Orta 11-ci əsrdən tutmuş, düz 1929-cu ilə gedir. Fars və Arab alfabesi mi? Bəli, ərəb qrafikalı fars əlifbasından. Bütün yazarlarımız hamısı bu qrafikada yazmışdır. Hətta Ama bugün Türkçe konuşan, yani alfabe dilimizi itirməmişik. Değil. Türkçe konuşaraq ancaq əlifbamız olubdur. Burada bir sözümüzü hiç unutmayın değerli izleyiciler. Daha önce de söylemişimdir. Osmanlı Devleti'nin, yani Devlet-i Aliye'nin, Osmanlı Devleti deyip devlet yok. Osmanlı bir hanedanlıktır. O Devlet-i Aliye bizim devletimizde 600 yıl boyunca Arap alfabesi kullanılmıştır. Türkçe kullanılmaya devam etmiştir. O safsatalardan hala nemalanmak isteyenler bunu bir anlasın. Bakın dostumuzun da söylediği gibi kendisi de bu konuları bilen bir insan. Fars ve Arap alfabesi kullanıldı fakat öz dilimiz kullanılmaya devam etti. Alfabenin değişmesi, dilin değişmesi anlamına gelmez. Osmanlı Türkçesi olarak devam etti. Sonra da normal Latin alfabesiyle Türkçe'ye geçti. Bunu da Ne bilmesi lazımdı size. Tamam. evet. Siz devam edin. Deməli, sizin dediyiniz kimi bizim Azərbaycan türkçəsi tarixən orta əsrlərdən bugünə qədər Azərbaycan türkçəsi oldu. Hətta Azərbaycan mətnləri Osmanlı ədəbiyyatının bir tərkib hissəsi. Biz dilimizi itirməmişik. Azərbaycan türkçəsi olaraq bugünə qədər işlər. Buna misal olaraq mən sizə deyim ki, 1512-ci ildə 23 iyunda Səfəvilər dövlətinin banisi Şah İsmail Xətainin əmri ilə bütün yazışmalar, dövlət səviyyəsində ünsiyyətlər, idarə olunma hamısı əmr verildi, Azərbaycan türkçəsində istifadə olunsun. O buna bir bariz nümunə. Buna baxmayaraq biz bayaq dediyim kimi repressiyalara məruz qalıb bizim ziyalılarımız, yazarlarımız. Bəzən də bugünkü gündə bizim bir çox 20-ci əsrdə yazarlarımız hamısı Rus qrafikasından istifadə ediblər, Rus əlifbasından istifadə ediblər. İndi o 11-ci əsrdə istifadə edədiyimiz o ərəb qrafikalı fars əlifbası da yazan yazarlarımızı, şairlərimizi bugün bəzən özünküləşdirirlər.
Füzulidən tutmuş, Nizamidən tutmuş. Amma bugün misal olaraq deyim ki, Rus imperiyasının tərkibində son Rus əlifbasından istifadə edib yazanlar, əgər Rus dilində yazışsa, bu demək deyil ki, bu Rus şairləridir. Bax, o dövrdə də o Fars ərəb qrafikasında, əlifbasında yazanlar o demək deyildi ki, bizim yazarların hamısı farslardır və yaxud başqa millətlərdir. Zaman zaman bu əziyyətlərə tüsal olmuşuq və ədəbiyyatımıza maneçiliklər olub. Məsələn, sizə deyim, bütün yazarlar var ki, xalqlarda eyniləşdirmək olar, bir-birinə bənzətmək olar. Evet. Məsələn, misal çəkim ki, bizim Mirzə Ələkbər Sabir dünyanın heç bir xalqında bənzəri olan bir yazar yox, bir şair yox. Mirzə Ələkbər Sabir xalqının bütün problemlərini, onların fəryadını, ağrısını elə qələmə verir ki, həm də gülüşlə qələmə verərək, yazaraq, qələmə alaraq oxucuları, vətəndaşları öz həmin problemdə alovlandığı alova qərq edə bilir, alovlandıra bilir, orada yandıra bilir. Oxucular özünü şeirin içində yaşada bilir. Bax, belə şairlər dünyada azaldır, bənzəri yoxdur. Və bu Azərbaycan şairlərində olur. Şöyle o zaman Farsça alfabe olarak, Arapça alfabe olarak Azerbaycan kullandı ama bununla birlikte Fars edebiyatı, Arap edebiyatı da Azerbaycan edebiyatını etkiledi mi? Etkilemiş olabilir mi? Bilirsiniz, bu Ərəb xilafəti dövründən ərəb əlifbasından istifadə olunur. Onlar da bizdən yararlana bildilər. Yəni, Fars ədəbiyyatı da, ərəb ədəbiyyatı da bizdən yararlana bildilər. Yani karşılıklı bir Qarşılıqlı biz, var. Məsələn, bir çox sözlər var ki, alınma sözlər, götürülmə sözlər. Biz ərəblərdən də çox söz götürmüşük, farslar da bu eyni də qarşılıqlı olur. Büyük bir etkileşim olmuş, karşılıklı etkileşim olmuş. Ve bu da bizim müəyyən bir inkişafa təkamül etmiş. Peki dünyada tabii kaliteli edebiyatlar vardır. Ben de severim. Fars edebiyatını nasıl buluyorsun? Nasıl değerlendirirsin? Eserleri nasıl Fars edebiyatı? Ümumiyyətlə, Fars ədəbiyyatını götürəndə Sen musikisi falan güzel. musiqisi də gözəldir. Edebiyatı nasıl sizce? Ədəbiyyatını da böyük dəyərləndirirəm. Yəni, onların da böyük şairləri, yazarlar var. Hər bir xalqda olduğu üçün onlarda da var. Məsələn, bizim özümüzdən götürəndə Füzulinin misal götürək. Füzulinin şeirlərini oxuyanda bizim muğamdakı kimi insanların həyatını, ruhunu, onların çağrışını, onların mübarizəsini necə tərənnüm edirsə, bax, Füzulidə eyni. Bax, bizim muğam kimidir, Füzulinin şeirləri. Bax, Farsda da eynən belə bir yazarlar var. Var, güzel, evet. Çok güzel. Azerbaycan'a o zaman Fars'ın etkisi Azerbaycan'ın yapısını değiştirecek kadar değil ama, değil mi? Değil. Yani gene özünü koruyarak kendi edebiyatını ayakta tuttu. Öyle mi? Bilirsiniz, biz özümüzü ayaqüstə saxlaya bildik, ədəbiyyatımızı qoruya bildik, dilimizi qoruya bildik. Bilirsiniz ki, tarixən imperiyalar bizi millət olaraq parçaladılar, dövlət olaraq parçaladılar. 50 milyon Azərbaycan xalqını 70 ölkəyə səpələdilər. Buna baxmayaraq bizim Ulu Öndər rəhmətli Heydər Əliyev bu bir çətir altında, Azərbaycan dövləti çətiri altında dünya Azərbaycanı bir araya gətirə bildi. Həmrəylik bu, sabah bizim həmrəylik günümüzdür. Yeri gəlmişəm. Evet, Bu həmrəylik günümüzü ideyasını ortalığa qoydu, yarattı. Və mən
arzu edərdim ki, gələcəkdə bizim babalarımızın, ulularımızın arzuladığı, niyyət elədiyi, ürəklərində qaldığı, həyata keçirə bilmədiyi bu türk birliyimizi, bir türk birliyi çətiri altında biz birləşək, bütün türk dövlətləri. Bu birliyimiz bizləri ulu babalarımızın arzuladığı zirvələrə aparıb çıxarsın. İnşallah. İnşallah. Karabağ'la ilgili, Şuşa ile ilgili mesela Azerbaycan için Karabağ tabii önemli ama Şuşa'nın da ayrı bir yeri var. Şuşa'nın bu kadar önemli olmasının nedeni nedir? Bilirsiniz, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Mədəniyyət işimiz, ədəbiyyatımızdır deyəlim. Şuşa ilk dəfə mən elə yeri gəlmişkən mətbuatçılıqda olduğum üçün ilk dəfə Azərbaycanda, Şimal Azərbaycanda 1830-cu ildə Şuşada mətbuatçılıq yaradıldı. Bunun özü böyük bir göstəricidir. Mənim ana tərəfim Laçından, Qarabağ. Laçından. Hacısan bölgəsindəndir. Böyük tayfa, Qasım uşaqları tayfasındandır. Böyük bir tayfadılar. Hacısan tayfası deyilir. O yüzden de oraların hamısı mənə doğma gəlir. Dəfələrlə gəzmişəm, getmişəm. Anam da özü istəyir, gedib gəzib gəlmişik. Hər bir Qarabağ işğalından sonra biz millət olaraq hər birimiz Qarabağlı ola bildik. Evet. Və o birliyin sayəsində biz qalib gələ bildik. Çünki qalib gəlmək üçün bizim əsaslarımız var. Bizim güclü sərkərdəmiz oldu, güclü ordumuz oldu, iqtisadiyyatımız oldu və vuruşan, döyüşən bizim ordumuz oldu. Sanki bu son dövrlərdə bizim qəhrəmanlığımızı, kimliyimizi özümüzə qaytardı. Yəni biz həmişə axtarmışıq ki, kimliyimizi tapa bilək. Amma tarixən ziyalılarımız, dövlət xadimlərimiz bu yöndə çalışdı. Bax, bizim sabahki milli birliyimiz elə bizim milli kimliyimizdir. Və biz milli kimliyimizi qazanandan sonra bu tarixi uğurlara imza ata bildik, qalib gələ bildik. Və mən inanıram ki, gün gələcək, zaman gələcək, Azərbaycanın tarixi torpaqlarında bayraqlarımızı qaldıracaq. Bugün Azərbaycanın dövlət torpaqlarının hər qarşında Azərbaycan bayrağı dalgalanır. Amma mən bunu görürəm. İnşallah hesab edirəm ki, bizim xalqımız Azərbaycanın tarixi torpaqlarında o bayraqları qaldıracaqlar. Məsələn, Qərbi Azərbaycanda, indi hal-hazırda İrəvan deyilən, Ermənistan deyilən, onlar bizim tarixi torpaqlarımız oldu. Zaman-zaman Rus imperiyası ermənilərə verib. Bizi 1907-ci ildən 1992-ci ilə 3 dəfə deportasiya olundu orada. Mən özüm əslən Qərbi Azərbaycanda doğulmuşam, Qərbi Azərbaycan kökənliyəm. 1905-7-ci illərdə, sonra 1918-ci il, 1920-ci illər arası, ondan sonra 1948-53-cü illər arası, nəhayət 1988-92-ci illər arası 400 minə yaxın soydaşımız axırıncı dəfə 88-92-də soyqanın məruz qaldı və öz dədə-baba torpaqlarını tərk etdilər. Və bugün də mən eyni zamanda Qərbi Azərbaycan iclasının nümayəndəsiyəm, idarə heyətinin üzvüyəm. Bizim Qərbi Azərbaycana qayıdışımız üçün tədbirlər görülür, bu yöndə işlər gedir. Hörmətli cənab Prezident İlham Əliyev bu yöndə işləri davam elətdirir. Və biz Prezidentin dediyi kimi layiqli, ləyaqətli şəkildə sakit tərzdə inşallah öz dədə-baba torpaqlarımıza qayıdacaq. Biz evimizi qoyub gələn bir ailələrdən biri, evimizi itirən, torpağımızı itirən,
ailələrdən biri də bizim ailə vəziyyəti çəkmişik. Və bu zaman tarixən həmişə belə olub. Türklərin birliyinə mane olublar, Türk birliyinin yaranmasına mane olublar. Çünki onlar Türkün böyüməsini hiç istəmirlər. Türk birləşəndə böyüyür. Türk böyüyəndə də artıq dünya dövlətləri, dünya institutları bunun üzərində işləyir. Məsələn, götürək bizim Cənub, Təbrizdə yaşayan, Cənubda yaşayan soydaşlarımızı. İran bilirsiniz ki, Molla rejiminin altında əziyyət çəkir. Bugün İranı parçalamaq, İranın içərisində bizim soydaşlarımızı oyatmaq asan bir şeydir. Amma dünya institutları bugün işləyir ki, bizi birləşsək ikinci bir böyük Türk dövləti yaranır. Və bu böyük bir Türk dövlətinin yaranması dünyada qlobal bir problem yarada bilər. Bu institutlar bunu belə düşünür. Ona görə də onlar imkan vermir ki, biz birləşək. Hətta Türk birliyinə mane olurlar. Evet. Şimdi programımızın da sonuna yaklaştık. Bu konuları dışında söylemek istediği bir mesajın var mı? Hem Türkiye'ye hem Türk dünyasına. Sözler olarak. Bugün mən üzümü tuturam, xüsusən də Türk dünyasının gənclərinə. Bugünkü gündə bizim birliyimiz çox vacibdir. Bugünkü gündə həmrəyliyimiz, birliyimizə çox ehtiyacımız var. Xüsusən də gənclərin birliyinə, gənclərin həmrəyliyinə. Biz vahid Türk dövləti birliyi çətri altında, bayraq altında birləşməliyik və dünyada mövqeyimizi qoruyub saxlamalıyıq. Xalqlarımızı firavan günlərə çıxarmalıyıq. Türk dövlətləri arasında müqavilələr bağlanır. Məsələn, Birləşik Amerika, Birləşik Ştatları var. Nədən Türk Birləşmiş Dövlətləri olmasın ki? Bax, bütün Türk dünyasını birliyə çağırır və fürsətdən istifadə edib Türk dünyasının bütün vətəndaşlarını yeni il münasibətilə təbrik edirəm. Uğurlar arzu edirəm. 2026-cı il bütün Türk dünyasına düşərli olsun. Qədasız, bəlasız olsun, müharibəsiz olsun, sülh içərisində olsun. Bütün gözəlliklərin hamısı Türklərin olsun. Çok güzel. Evet, değerli izleyicilerimiz, Şahbora Vakif kardeşimizle güzel bir muhabbet ettiğimizi düşünüyorum. Ben çok zevk aldım. Karamanlı Sanat bu haftalık da bu kadar. Daha sonraki programlarımızda görüşmek üzere. Hoşçakalın. Hoşça kalın.